Bismillahirrahmanirrahim. Elhamdülillah. Ve salatu ve selamu ala Resulillah. Bugün 3 qayda keçirik. Ərəb dilində isimlərin sayı haqqında söhbət olacaq. Ərəb dilində, yəni Azərbaycan dilində var tək, var cəm. Düzdür? Kitablar, evlər rahatdır. Ərəb dilində var tək, yəni o şeydən bir dənə olanda, var ikili, yəni o əşyadan, o varlıqdan 2 dənə olanda və var cəm. Yəni tək 1-dir, ikilik 2-dir, cəmdə 3 və yaxud ondan daha çoxdur. Deməli, ayrıca ikilik də var. Yəni 2 əşya olanda, 2 dənə olanda onun ayrıca qaydası olacaq. Onu deməyin ayrıca qaydası olacaq. Və deməli var cəm. Tək, ikili, cəm. Gəlin başlayaq ikilikdən. Kitabun, kitab. Mu'minun, mömin. Mu'minatun, mömin qadın. Bunlardan ikilik, yəni 2 kitab, 2 mömin, 2 mömin qadın demək üçün çox rahat bir şey var. Çox rahat bir qayda var. Əni əlavə eləyirik. Bax, bu sözlərə əni əlavə eləyəcək, olacaq 2. Kitabani. Kitabun, kitabani. 2 kitab. Mu'minun, mu'minani. 2 mömin. Mu'minatun, mu'minatani. 2 mömin qadın. Demək, ikiliyib düzəltməyin qaydası çox rahatdır. Sözün sonuna əni artırırıq. Kitabani, mu'minani, mu'minatani. Tənvin ümumiyyətlə, indi tənvin sözdə aid bir şey deyil də, yəni sözün özündən olan bir şey deyil. O bizim üçün, yəni kitabunani yox. Tənvini yığışdırırıq, kitabani və o cür düzəldirik. Bu bizim birinci qaydamız, ikiliyin düzəlmə qaydası. Keçdik cəmə. Cəm ərəb dilində 2 növü var cəmin. Var düzgün cəm, var sınıq cəm. Düzgün cəm o deməkdir ki, bunun əməlli başlı qaydası var. Yəni müəyyən bir qayda ilə düzəlir. Sınıq cəm o deməkdir ki, bu cəmin bir qaydası yoxdur. Bu sözün cəminə lüğətdə baxmaq lazımdır. Deməli, hansı sözün cəmi düzgün cəm olur, hansı sözün cəmi sınıq cəm olur. Onu mən necə bilərəm? Çox rahat bir şey var. Sözə öyrənəndə elə dərhal onun sözü lüğətdə baxanda ki, hə, məsələn, kəbirun sözü, yaxud kitabun sözü, yaxud dinun sözü. Elə lüğətdə onu təkdə baxanda elə dərhal da onun cəmini əzbərləyin. Çünki bax, kişi cinsimdə əksər sözlər sınıq cəm olur. Sınıq cəm olur. Qadın cinsimdə əksər cəm düzgün olur. Amma yenə də, yəni qadın cinsindən ona görə əksər cəm düzgün olur. Onu, məsələn, cənnətun sözünü gördüsə, ehtiyac yoxdur lüğətə baxmağa bəlkə də. Çünki onun çox vaxt qadın cinsi düzgün cəm olacaq. Amma kişi cinsindəki olan sözə lüğətdə baxın, əziyyət çəkmin. Yəni başınızda sındırmayın ki, görəsən bu düzgün cəm olacaq, yoxsa sınıq cəm olacaq. Lüğətdə baxın, rahat olun. Yaxşı, amma yenə də biz, bax bu dərsimizdə həm kişi cinsi üçün, həm qadın cinsi üçün düzgün cəmin düzəlmə formasına baxırıq. Kişi cinsi üçün düzgün cəm sözün sonuna unə artırmaqla düzəlir. Salihun, salihunə. Mu'minun, mu'minunə. Kafirun, kafirunə. Muslimun, muslimunə. İndi mən nə bildim ki, bu salihun, mu'minun sözləri düzgün cəmlə olacaq? Mən bilirəm, ona görə deyirəm də sizə. Yəni düzgün cəm kişi cinsində unə ilə düzəlir. Sınıq cəmin isə heç bir qaydası yoxdur. Söz qırıla bilir. Məsələn, kitabının cəmi kutubundur, kitablar.
Bəbunun sözü isə cəmi, bəbu sözünün cəmi ədvabun. Yəni heç bir qayda yoxdur da. Sadəcə əzbərləmək lazımdır. Yaxşı, qadın cinsində bəs qadın cinsində düzgün cəm, bax bu beləcə təmərbutəni açıb ətun etməklədir. Açıq təyirik və uzadırıq. Muslimetun, muslimatun, mu'minetun, mu'minatun, kasiratun, kasiratun, münasiqatun, münasiqatun. Yəni uzatma, yəni təsini uzadırıq. T'dən əvvəl, yəni deməli təmərbutəni açırıq, açıq tə olur və ondan əvvəl uzatma olur. Yenə bizim mübtəda və xəbər cümlələrimizə qayıdırıq. Burada bizə bir dənə də əlavə qeyd eləyirik ki, xəbər mübtəda ilə biz bildik cinsdə uzlaşmalıdır. Bildik ki, hər ikisinin sonunda damla olur. Və üçüncüsü də odur ki, həm yəni xəbər mübtəda ilə sayda da uzlaşmalıdır. Əgər mən muslimatu, əl-muslimatu, müsəlman qadınlar haqqında söhbət edirəmsə, mənim xəbərim də olmalıdır, yəni cinsdə uzlaşmalıdır, həm də sayda da uzlaşmalıdır. Yəni qadın cinsinin cəmində olmalıdır. Ona görə deyirəm salihətun. Əl-muslimatu salihatun. Əl-muslimunə, müsəlman kişilər. Deməli, mən onlar haqqında onların salih olmasını demək istəyirəm. Həm cinsdə, həm sayda uzlaşdırmalıyam. Xəbəri də kişi cinsinin cəmi eləməliyəm. Salihunə, əl-muslimunə salihunə. Əl-kitabəni, iki kitab böyükdür demək istəyirəm. Və bu böyük xəbəri iki kitabdır, ikilikdədir. Mən deməli ondan uzlaşdırmalıyam, onu da ikiliyə qoymalıyam. Kəbirani, böyükdür. Əl-kitabəni kəbirani. Və yenə də bunları tətbiq etməklə daha yaxşı inşallah yadda qalacaq.